Salam, hər vaxtınız xeyir olsun. Bugünkü videoda 2021-ci ilin DİM-in keçirdiyi onlayn sınağının izahını verəcəm sizə. İzaha keçməzdən öncə xahiş edirəm ki, əgər kanala abunə deyilsinizsə, abunə olun. Dəstək olmaqla siz bizim daha çox iş görməyimizə vəsilə olursunuz. Əvvəlcədən təşəkkür edirəm hər birinizə. Birinci sualdan başlayaq. Maddi nöqtənin çeviri üzrə bərabər sürətli hərəkəti zamanı eyni zaman müddətində dönmə bucağının dövr etmə periodundan asılılıq qrafiki hansıdır? Eyni zaman müddətində dönmə bucağı dövr etmə periodundan asılı deyil. Ona görə də 1-də cavab olur Y variantı. 2. Yer səthində müəyyən hündürlükdə cismin potensial enerjisi Y-dir. Kütləsi yerin kütləsinə bərabər, yəni M yer bərabərdir M planet. Radiusu yerin radiusundan 2 dəfə böyük R planet bərabərdir 2R yer. Planetin səthində həmin hündürlükdə bu cismin potensial enerjisi. Bizdə Y potensial bərabərdir MJH yazırıq. Həmin hündürlükdədir deyə H-ı silirəm, potensial enerjiyə təsir etməyəcək. Həmin cisimdən söhbət getdiyinə görə M-i də silirəm. Y potensial nədən asılı qalır? Təkcə J-dən. J-yə də nə yazaram? J-in bölünsün R-in kvadratı. Yəni, Y potensial J-dən düz asılıdırsa, R-in kvadratı ilə tərs asılıdır. İndi baxın. Y potensial yerin, Y potensial planetə nisbəti R planet böl R yerin kvadratı olacaq. Y potensial yer səthində Y-dir. Y bölünsün Y planet bərabərdir 2R yer bölünsün R yerin kvadratı. Burada da alırıq ki, bu tərəfdən yazım Y bölünsün Y planet bərabərdir 4. Y planeti də tapanda Y bölünsün 4. Cavab olur C variantı. 3. 2 mühit sərhədində düşən qayıdan və sınan şüalar göstərilmişdir. Qayıtma bucağı hansıdır? Biz bilirik ki, qayıtma bucağı səthin normalı ilə qayıdan şüa arasında qalan bucaqdır. Burada da olacaq 2 bucağı, yəni D variantı. 4. Qapalı qabda maye üzərində olan buxarın konsentrasiyasının temperaturdan asılılıq qrafiki verilmişdir. 1, 2 və 2, 3 hissələrində buxarın kütləsi necə dəyişir? Baxın. Əvvəlcə 1-dən 2-yə gedəndə baxıram ki, həm temperatur artır, həm konsentrasiya artır. Temperatur artır və konsentrasiya artır. Burada nə baş verəcək? Gəlin analiz edək. Deməli, bu qrafikdən biz dərs izahında demişik ki, sabit həcmdə doyan buxar üzərində gedən prosesin qrafikidir. Əvvəlcə ρ və N T-dən kvadratikə oxşar bir asıllıq yaranır. Bu 2-yə qədər, 1-dən 2-yə qədər maye və doyan buxar olur burada. Amma 2-dən 3-ə artıq hamısı doymayan buxar olur. İndi 1-dən 2-yə doyan buxardır. Doyan buxarın izoxor prosesdə gedən prosesdir üzərində. Temperaturu artdıqca konsentrasiyası da artır. Burada nə baş verəcək indi? Təbii ki, buxarın kütləsi artacaq 1-dən 2-yə. Çünki temperatur da artır, konsentrasiya da artır. Konsentrasiyanın artmağı nə deməkdir? Vahid həcmə düşən molekul sayı artır. Molekul sayı artmağı nə deməkdir? Kütləsinə təsir eləyir də. Demək, 1-dən 2-yə kütlə artdı. Bəs 2-dən 3-ə, 2-dən 3-ə hamısı doymayan buxardır. Yəni, hamısı buxar olduğuna görə bütün molekullar orada kütlə dəyişmir. Çünki ora əlavə buxar olmur, oradan buxar çıxmır. Ona görə də 2-dən 3-ə dəyişməz. Doğru cavab olur B variantı. 5-ci sual. Ədədi qiymətcə yayın vahid uzanması zamanı yaranan elastiklik qüvvəsinə bərabər olan fiziki cəmiyyət. Yayın vahid uzanması, yəni x-in 1 olmağı deməkdir. F elastiki də bilirik kx-dir. X-in də yerinə 1 qoysaq k. İndi deyir, elastiklik qüvvəsinə bərabər olan cəmiyyət nə oldu? K, yəni sərtlik əmsalı. Cavab D. 6. Kulon bölünsün saniyə hansı fiziki cəmiyyətdir? Yəni Q bölünsün D. Bu da bilirik ki, I cərəyan şiddəti. İdeal qaz molekullarının orta kinetik enerjisini müəyyən etmək üçün hansı cihazdan istifadə etmək lazımdır? Y kinetik orta bərabərdir 2-də 3 KT. K da sabit ədəddir. Qalır bir dənə T, yəni termometr.
8. En kəskin sayısı S, uzunluğu L. Xüsusi müqaviməti istəyir də. Biz bilirik ki, R bərabərdir rho L bölü S. Buradan da rho-nu tapanda RS bölünsün L. Cavab B. 9. Açar sözlərdən istifadə etməklə mətni tamamlayın. Deməli, hardan başlayır? Məlumdur ki, eyni istiqamətli cərəyan axan iki naqil bir-birini cəzb eləyir. Əksi istiqamətli cərəyan axan iki naqil bir-birini dəf edir. Məsələn, şəkildə verilmiş bir naqilinə təsir edən amper qüvvəsi. İndi burada bunlar bir-birini cəzb eləyir dedikdə, ona görə 2 biri cəzb eləyəcək özünə, bir də 2-ni özünə cəzb eləyəcək. Daha doğrusu itələyəcək dedik. Əks istiqamət olanda itələyir. 2 biri itələyir, bir də 2-ni itələyir. Onda 1-ə təsir edən amper qüvvəsi hara yönəlibdir? Sola. Sola olur 3. 2-yə təsir edən amper qüvvəsi sağa. Naqillərdə cərəyan şiddətləri nə qaldı burada? Fərqli olsa belə amper aralarındakı qarşılıqlı təsir qüvvələri bir-birinə bərabər olar. İndi gəlin baxaq. 2, 1, 3, 2, 1, 3, 4, 5, 6. Cavab C variantı 9-da. 10. Sabit gərginlik mənbəyinə birləşdirilmiş kondensatorun lövhələri arasına dielektrik daxil etdikdə. Birləşdirilmiş, yəni qoşulmuş deməkdir. Qoşulmuş da U sabitdir. U sabitdirsə, lövhələr arasında dielektrik gəldikdə epsilonun artmağı deməkdir. Onda tutum bərabərdir. Epsilon 0S bölünsün deyə tutum artar. Enerji isə, enerjiyə nə düstur yazaq? CU kvadrat bölünsün 2. Tutum artdığına görə enerji də artar. Hər ikisinin artar variantı olur, onda D variantı. 11. Bizdən təzyiq qüvvəsinin qiymətini istəyir. F təzyiq bərabərdir. P vurulsun S. Sən bu nöqtə üçün götürsən, P-si 40-dır, S isə 0,2, cavab olacaq 8. Burada götürsəz həmin şey çıxmalıdır. Y variantı. 12. Rəqs konturunda yaranan sərbəst elektromaqnit rəqsinin periodunu necə artırmaq olar? Biz bilirik ki, T bərabər 2pi kökü altında LC-dir düstur. Bunun artması üçün ya L artmalıdır, ya C. İndi baxaq. Kondensatorun yükünü azaltmaqla, kondensatorun tutumunu artırmaqla. Bu da C variantı. Çünki yükdən asılı deyil, yük yoxdur bunun düsturunda. Dalğa uzunluğu 3,6 olan dalğanın eyni fazada rəqs edən iki ən yaxın nöqtəsi arasındakı məsafə nə qədərdir? Deməli, iki ən yaxın nöqtə arasındakı məsafə belədir də. Məsələn, bizə verib qrafik. Eyni fazada rəqs edən iki ən yaxın nöqtə arasında məsafə nə idi? Elə dalğa uzunluğuna bərabər idi də. Ona görə cavab olacaq 3,6. Hansı ifadələr doğrudur? Sarğazda maqnit sahəsinin enerjisini artırmaq üçün L kvadrat bölünsün 2-dir də, düstur. Cərəyan şiddətini artırmaq doğrudur, azaltmaq səhvdir. Polad içilik daxil etmək doğrudur. Çünki μL0 yaranır və o da düz mütənasib olur. Doğru cavab B. 15. Bərabər yavaşlayan hərəkətdə toplum sualıdır bu. Sürət və qüvvə vektorları və ya təcil vektorları əks yönəlir və əks yönələndə də aradakı bucaq olur 180 dərəcə. 16. Radioaktiv elementin yarım parçalanma periodu 5 ildir. T bərabərdir 5. Neçə ildən sonra zaman sual aktivlik 4 dəfə azalar. Yəni ki, A bərabərdir. A0 bölünsün 4. Əvvəlki aktivlik A0-dır. Sonraki qiymət isə A-dır. İndi düsturu yazıram. A bərabərdir. A0 vurulsun 2 üstü mənfi T bölünsün T. Burada A0-ı düşürtsəm məxrəcə A bölünsün A0 bərabərdir. 2 üstü mənfi T bölünsün T. İndi qoyaq yerinə. A-nı A0-a böləndə burada 4də 1 qalacaqdır. Elə bilin ki, bu A0-ı verim bunun məxrəcinə. Burada qalacaq 4də 1. Yazıram. 4də 1 də nədir? 2 üstü mənfi 2 bərabərdir. 2 üstü mənfi T bölünsün. Periyod da 5-dir. Buradan üstləri bərabərləşdirsə 2 bərabər T böl 5. T də bərabərdir 10. Cavab olur D variantı. Qüvvənin sabit qiymətində qüvvə qolunu 20% artırmaq. Qüvvə qolunu 20% artırmaq neçə dəfə artırmaq deməkdir? 1,2 dəfə artırmaq deməkdir.
20%. Qüvvə momenti də qüvvə qolundan m bərabərdir f-dir düz mütənasib asılı olduğuna görə o da 1.2 dəfə artar. 18. Fotoeffektdə doyma cəryan şiddətini necə artırmaq olar? Düşən işığın intensivliyini artırmaqla. İntensivliyi həmişə demişəm ki, işıq kimi düşünün, cəryan şiddəti kimi düşünün. İntensivlikdən asılıdır cəryan şiddəti orada. 19. Kənar bucağın hansı qiymətində tam isladandır? Biz demişik ki, tam isladan olması üçün 0 dərəcə olmalıdır. Aşağıda göstərilən hadisələrdən hansında qaz boşalması baş verir? Şimşək çaxdıqda, bu sınaq nə asan sınaq oldu belə. Çox tez-tez gedirik. Nöqtəvi müsbət yükün A nöqtəsinə yaratdığı elektrik sahəsinin potensialı F olarsa, B nöqtəsində onun qiyməti nəyə bərabər olar? Demək, A nöqtəsində potensial F-dirsə, B nöqtəsinə baxaq. Burada nöqtəvi müsbət yükdür hər ikisində. Yəni, F bərabərdir K2 bölünsün R olduğuna görə K sabit, Q həmin Q, F R-dən tərs asılıdır. Onda F A-nın F B-yə bərabərdir RB-nin RA-ya. İndi baxıram, A nöqtəsində F-dir, B-də soruşur məndən. B nöqtəsində yükdən məsafə neçə bölgüdür? 2 bölgü. A nöqtəsində neçə bölgüdür? 4 bölgü. Buradan da F-B-ni tapsaq, F-B bərabərdir 4 bölü 2, cavab olacaq 2, yəni 2F. Cavab olur D variantı 21-də. 22. Verilmiş kütləli ideal qaz adiabat genişləndikdə, adiabat indi bizə düşmür. Amma deyim yenə də, adiabat genişlənmədə bütün digər kəmiyyətlərin qiyməti azalırdı. Sadəcə düşmür deyənə səbəbini vermək istəmirəm. İzahını vaxt itirməyək ona. Hələ ki, abituriyent proqramından çıxarılıbdır bir neçə ildir. Daxil olunsa baxarıq sonra. 23. Cismə təsir edən iki müxtəlif qüvvənin əvəzləyicisinin ən böyük qiyməti 20, ən kiçik qiyməti 12 olarsa, deməli, ən böyük qiymət nə vaxt olar? Bu iki qüvvə toplansa, ən kiçik qüvvə nə vaxt olar? Bu iki qüvvə çıxılsa bir-birindən. İndi burada bizə deyir kiçik qüvvəni tap. Kiçik qüvvəni tapmaq üçün 20-dən 12-ni çıxıb 2-yə bölərik. Olacaq 4. Böyük qüvvəni tapmaq üçün toplayıb 2-yə bölərik. Yəni, normal sistem tənliq edirsiniz. Bildiyiniz normal sistem edirsiniz. Böyüyün götürürsünüz ya kiçiyin. Hə, burada kiçiyin deyir, kiçiyin götürəsiniz elə. 24. İnduksiyası B olan bir cins maqnit sahəsində kütləsi var. Deməli, M, J, amper qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. İndi baxın, və ağırlıq qüvvəsi bilirəm ki, həmişə aşağıdır. Demək ki, amper qüvvəm mənim yuxarı olacaq da. Onda F amper bərabərdir. Yazıram. Yazmıram hələ. Niyə? Amper qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Amma mən bilmirəm, axı, yuxarıdır ya yox. Tarazlıq demir mənə. Biz əlimizi tutub baxmalıyıq. Belə testlər var, bəzilərində deyir ki, tarazlıqdadır. Tarazlıq olsa, onda deməli biri aşağıdırsa, biri yuxarıdır. Amma burada əlimizi tutub baxacaq. Çünki yuxarı olsa, əvəzləyici qüvvə 0 verməlidir bizə. Baxaq. Deməli, B xətləri ovuc içinə daxil olmalıdır. İ də 4 barmaq istiqamətində və sol əlimizi tutmalıyıq. B ovuc içinə daxil olursa, nöqtədir. Bizdən şəkil müstəvisindən bizə doğru. Deməli, biz əlimizin üstün görəcəyik. Əlimizin üstün görürük nöqtə kimi. 4 barmağımız bu istiqamətdə. Onda bizim baş barmağımız aşağı alınır. Demək ki, nəymiş? F amperdə aşağıymış. İndi biz əvəzləyici qüvvə tapanda iki qüvvə eyni istiqamətdə yönələndə nə edirik? Bunları toplayırıq. Onda yazaq 0, 102, vur 10, üstə gəl. Amper qüvvəsi MJ-yə bərabərdir. Axı bizə şərtdə elə deyir də. Elə onda üstə gəl yazmaqdan bir dənə də vur 2 yazacağım da. Çünki ikisi də bir-birinə bərabərdir. 2 MJ kimi eləyəm. Bu da eləyəcək cavab 0,4 Newton. 25. Şaquli istiqamətdə yuxarı atılmış kəmiyyətlər hansı eynidir qiymətlər? Deməli, atılan andakı impuls P bərabərdir MV ilə hesablanır. Baxıram ki, M-ləri fərqlidir, ona görə eyni deyil. Atılan andakı kinetik enerjiyə kinetik bərabərdir MV kvadratı bölü 2 yenə eyni deyil. Qalxma müddəti T bərabərdir kökdə 2H bölü J. Nədən asılıdır? H-dan J-dən, M-dən asılı deyil və yaxud T bərabərdir V0 bölü J. V0-dan asılıdır. V0-ları eynidir deyə bu eynidir. Maksimal qalxma hündürlüyü H bərabər V0 kvadrat bölü 2J eynidir.
və yerə dəyən andakı sürət atılan sürətə bərabərdir. Atılan anda bərabər olduğuna görə onda da bərabər olacaq. Cavab olmalıdır burada 3, 4 və 5. 26. Fokus məsafəsi 32 və 12 olan linzalar sistemi baş optik oxa paralel işıq şüaları dəstəsi düşür. Linzalar arasındakı məsafə nə qədər olmalıdır ki, özünə paralel qalsın? Hər ikisi toplayıcı linzadırsa, F bərabərdir F1 plus F2. Daha doğrusu L bərabərdir məsafə tapırıq da. Olur 32 üstəgəl 12 bərabər 44. Əgər biri səpicə olsaydı, onu da çıxardıq. Səpicə olanı mənfi qəbul edirik çünki. Lorentz qüvvəsinin istiqamətini istəyir bizdən. Tamam. Birini əlimizə tutaq, digərlərini alarıq. Neytron bilirik ki, qüvvə təsir etmir. İndi proton üçün əlimizə tutsaq x-dırsa, deməli bizdən şəkil müstəvisinə gedir. Əlimizin içini görürük. Əlimizin içi sürət vektoru da aşağıdır. 4 barmağımız aşağı, sol əlimizin içi. Onda baş barmağımız olur bu formada. Yəni ki, bizim protona təsir edən amper Lorentz qüvvəsi sağa yönəlmişdir. S. Onda elektron bunun əksinə olacaq da. Çünki sürəti də eynidir, B-si də eynidir. Mənfi olduğuna görə əksini götürəcək. Bu da sola olacaq. 1-ə S, deməli 2-yə D, 3-ə də Y. Görək düz götürdüyüm istiqamətlərimizi. Bəli, düz götürmüşük. Cavab belədir. Getdik. Situasiya. Mühərrikin gücü 60 kW, ön təkərin diametri 50 cm. Gəlin verilənlərimizi elə bir-bir yazaq. Gücümüz M bərabərdir 60 kW. Ön təkərin diametri D bərabərdir 0,5 metr. Arxa təkərin diametri isə ön, bu da D arxa bərabərdir 110 cm 1,1 metr deməkdir. Traktorla 1800 metr uzunluğunda yer şumladılar. L bərabərdir 1800. Şumlama müddətində traktorun hərəkət sürəti 18 olmuşdur. Bunu da gəlin yazaq V bərabərdir 5 metr saniyə kimi götürək. 18 km saat. Hamısını əsas vahidlərə çevirdikdə deyir ki, kənardan müşahidə edən məktəblər arasında mübahisə yarandı. Birinci məktəbli traktorun arxa təkərin kənar nöqtəsinin xətti sürətinin ön təkərin kənar nöqtəsinin xətti sürətindən böyük olduğunu, digər məktəbli isə bərabər olduğunu bildirir. Şagirdlərdən hansı haqlıdır? Cavabı əsaslandırın. Deməli, biz bilirik ki, traktorun ümumiyyətlə velosipedin, traktorun, yəni bu cür maşınların təkərin ölçüsü fərqli olsa belə, onların sürətləri eyni olur. Çünki sürət eyni olmasa, o sistem işləməz də, yəni o hərəkət edə bilməz. Bunlara biz demişik ki, dərs zamanında qayışlı ötürmə kimi baxırıq. Yəni ölçü fərqli də ola bilər, velosiped kimi, traktor kimi, amma sürətləri eynidir. Vahid zamanda, eyni zaman ərzində ön təkər nə qədər yol gedirsə, arxa təkər də o qədər yol gedir. Ona görə də bərabərdir. 29. Hərəkət zamanı ön təkərin dövr etmə tezliyinin arxa təkərin dövr etmə tezliyinə olan nisbəti. Dövr etmə tezliyinə nisbətini bilmək üçün yazıram ki, V bərabərdir omega R, o da bərabərdir 2pi nu R. Əgər V-si bərabərdirsə, omega ilə R tərs asılıdır. Yəni ki, tezliklə də R tərs asılı qalır. Onda bizdən nə istəyir? Ön təkərinkin arxa təkərinə. Önünkün arxaya böləndə R-inkin R arxa bölünsün, R ön. Biz də bilirik ki, R-lər diametrlə də eynidir də, yəni düz mütənasibdir. Ona görə 0 tam, bir dəqiqə, arxa nədir? 0 tam deyil. 1,1-i bölürəm 0,5-ə, cavab olur 2,2. Sonra bu müddətdə traktorun gördüyü şey hesablayın. A bərabərdir, M vurulsun T-yə. Bizə lazımdır zaman. Zaman yoxdur əlimizdə, amma tapa bilərik. Necə taparıq? Zamanı tapmaq üçün T bərabərdir L bölünsün V. Gedilən yolu 1800 metri bölürəm 5-ə. Bu da eləyir 360 saniyə. İndi gedək hesablayaq. 60 vurulsun 10 üstü 3 vurulsun 360 saniyə. Burada da eləyir 36'nın 6'ya 216 vur 10 üstü 5. Bizə nə ilə deyir? Megajonla, yəni 10 üstü 6 ilə. 10 üstü 6 verirsə 21,6 olmalıdır cavab. Belə, ümid edirəm ki, sınaq sizin üçün aydındır. Mənim qiymətləndirməmə görə rahat sınaq idi.
İzlədikdən sonra nəticələrinizi qrupda bizimlə bölüşməyi unutmayın və yenə də hər hansısa bir sualda çətinlik qaranıq qalıbsa, onu qrupda yazın. Bu arada sınaq qrupumuza qoşulmaq üçün burada yazacağım nömrəyə WhatsApp-da yaza bilərsiniz. Sınaq qrupumuz tamamilə ödənişsiz fəaliyyət göstərir və qəbul imtahanına qədər abituriyentlərə dəstək olacaq inşallah. Gələn videolarda görüşənə qədər hələlik.